Pediatrlar deyirlər ki, bağçalarda gündəlik qidalanma 3 əsas, 2 ara yemək olmaqla 5 dəfə verilməlidir. Yeməklər balacalara sabit vaxtda təqdim olunmalıdır. 2-6 yaş arası uşaqlara maye 1 litr yarım həcmində təqdim olunmalıdır. Körpə qruplara yemək hazırlanarkən onların çeynəmə qabiliyyətləri nəzərə alınaraq xırda doğranmalıdır. Qidalanmalarında olmalıdır süd məhsulları, ət, balıq, toyuq məhsulları, meyvə, tərəvəz və yağdan istifadə olunmalıdır. Porsiya şəklində istifadə olunmalıdır. Gündəlik istifadəsində süd məhsulları 400-500 ml təşkil etməlidir. Ət, balıq, toyuq məhsulları 50-70 qram olmalıdır. Meyvələr istifadə olunmalıdır 100-150 qram, tərəvəzlər isə 150-200 qram olmalıdır. Ara yeməyində uşaqlara belə meyvələr, vaflilər, meyvə şirələri və kompot verilməlidir. Bağçalarda qida rasionu düzgün hazırlanmadıqda uşaqlarda bir sıra xəstəliklər yarana bilər. Bəs hansı qidalar fəsadlara yol aça bilir? Bağçada qızartma, bundan başqa işləm görmüş qidalar, çox duzlu qidalar, aşırı yağlı qidalar olmasın. Əlbəttə ki, bunun körpə uşaqlar üçün həzm sistemi tam da yetişməmiş bir uşaq üçün bu daha çətindir bunu həzm etmək. Dadlandırıcılar, hansısa qatqı maddəsi bu məqamlara diqqət yetirməliyik. Nə aşırı qidalanma olsun, nə də ki normadan az qidalanma olsun. Hər ikisinin fəsadı var çünki.